26 gündür itkin düşən qadın tapıldı. Sumqayıtda 26 gündür itkin düşən 31 yaşlı qadın tapılıb. Bizim media təbii ki bu xəbəri verir. Mən də istinad edirəm. 1994-cü il təvəllüdlü Aysel Quliyeva noyabrın 12-si gecə evdən çıxaraq geri qayıtmamışdı. Onu son dəfə noyabrın 17-si günorta saatlarında Binəqədi ərazisində görüblər. Təbii ki 26 gündür yenə də deyirəm itkin düşən qadın tapıldı. Buna görə təbii ki biz polisimizə, Daxili İşlər Nazirliyinə təşəkkür etməliyik. Minnətdar olmalıyıq ki, daima xalqı qənaət edən, qənaət baxış olan bir tərzdə xidmət edirlər. Amma mən bu qadınlar, qızlar itirar, neçəsini tapıram. Hansısa bir kişiyə qoşulub, ucqarı bir kəndə gedib, ucqarı bir rayona gedib, nə bilim, oğlana qoşulub gedib, ya əyalətdən gəlib Bakıya çalışmağa, güya çalışmağa. Birdən-birə gəlib ki, mən burada yaşayacağım, burada evim olmalıdır, mənzilim olmalıdır, maşınım olmalıdır. Çoxları itkin düşmür. Əgər 100 nəfər qadın itibsə, onun 3-ü 4-ü bəli itkin kimi qeydə alına bilər. Yerdə qalanı öz istəyi ilə kiminsə yanındadır. Mən xahiş edirəm o qadınlardan, qızlardan, evdən gedirsiniz, hansı kişinin yanındasınız, oğlanın yanındasınız, azından kiçicik bir, nə bilim, özünüz haqqında xəbər qoyun ki, valideynləriniz heç yerə, 102-yə, Daxili İşlər Nazirliyinə, hansı ki o rayon polis bölmələrinə müraciət etməsin. Onların görəcəyi işlər çoxdur. Ay itkin düşənlər, gedirsiniz hansı oğlanın yanında, sonra da deyirsiniz ki, biz itkin düşmüşük valideynləriniz.